Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Yeni Azərbaycan televiziyasının efirində bizim müsahibi izləyirsiniz. Bizim bugünkü müsahibimiz xalq artisti, bəstəkar Eldar Mansurovdur. Xoş gördük sizi Eldar müəllim. Salam aleyküm. Çox xoş oldu ki, beləncə qış günündə görüşdük. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün. Necəsiz Eldar müəllim? Qarı çoxdan gözləyirdi. Yaxşı ki, bu qar yağdı. Belə də hava təmizlənir, hər şey təmizlənir. Qışda belə olmalıdır. Bu havaya baxıram, doğrudan xoşum gəlir. Havada musiqi dinləmək də bir ayrı zövq verir yəqin ki. Ona görə ki, evdə oturursan, bayra çıxmaq olmur. Ona oturursan, musiqiyə ancaq qulaq asasın. Bəs Eldar müəllim ümumilikdə hansı musiqiləri dinləyir bu aralar? Əslində mən sakitliyi daha çox sevirəm, nəinki musiqini. Mən deməli, keçmişdə də elə, əvvəllərdə də elə, bəstəkarlığa tez-tez başlayanda da, hətta ondan da əvvəl çox maşını sürürdüm dəniz qırağına, o vaxt Şıxov deyirəsi yer var bizdə. O vaxt qabaqda orada qastinçalar, restoranlar, zatlar yox idi. Yəni açıq idi oralar. Sürürdüm maşını, gelirdim oraya, otururdum dənizin qırağında, dənizin ləpələrinin səsini qulaq asırdım. Ondan daha çox mən istirahət edirəm, zövq alıram, nəinki yəni ki, səs-küylü şeydə. Amma musiqi deyəndə ki, yaxşı musiqini dinləməyi xoşlayıram, janrından asılı olmayaraq. İstər klassik musiqi istəyir, muğam istəyir, məsələn, estrada istəyir, caz. Hər bir musiqinin yəni, keyfiyyətlisi, yaxşısını dinləmək mənə gəlir ki, təkcə mənə yox, hər hansı bir normal bir insana o daha çox xeyir verir, nəinki ümumilikdə səs-küylü musiqilər dinləmək. Son zamanlar Eldar müəllim, yaxşı musiqilər varmı? Baxır kimin üçün də, məsələn, mənim deyərdim ki, yaşıdlarım üçün o qədər də yoxdur. Ona görə ki, mənim yaşıdlarım məndən biraz böyüklər, bir balaca məndən kiçiklər yaşda. Yəni ki, onlar daha çox xoşlayırlar Azərbaycanda vaxtı ikən yazılmış yaxşı mahnıları, məsələn, bəstəkar mahnıları, xalq mahnılarının əksəriyyəti, yəni ki, belə baxanda keçmişdə ifa olunurdu. İndi biraz zaman başqadır. Cavanlar bir balaca elə bil ki, öz musiqilərini yaradıblar, amma bu musiqilər daha çox, musiqidən çox ritmə bənziyir. Yəni, həmişə deyəndə deyirlər, caz nədir? Caz deyirlər ki, onun təməli başlanıb Afrikada, o Afrika qəbilələri olub, tayfaları olub, onlar görürsən ki, məsələn də ritmlər, zatlar çağırdılar, neyinlər, müxtəlif səslər çıxardırdılar. İndiki müasir musiqi də, deyərdim ki, təkcə Azərbaycanda yox, ümumiyyətlə, bütün dünyada ritm əsas götürülür. Yəni ki, musiqidən əvvəldir. Musiqi qabaq keçmişdə belə də bütün böyük bir, deyərdim ki, bir əsər olurdu. İndi balaca bir dənə, məsələn, cümləni götürülür, cümlə deyir, iki kəlmə sözü götürürlər, məsələn çindirlər, musiqi sözü, fraza deyirlər. Onu götürürlər, onu 10 dəfə, 15 dəfə təkrar edirlər. Sonra görürsən, DJ-lər indi, məsələn, başlayır onun yanında, o ritmin yanında, o fraza aralarında nəsə deyirlər. Yadda da qalmır, nə danışırlar. Keçmişdə, məsələn, DJ-lər var idi, reperlər deyirdilər onlara nəsə. Onların, məsələn, dediyi sözlər yadda qalır. Elşad Hüseydi, Hüseyin Dərya idi. Bunların, məsələn, oxuduqları, məsələn, repdə orada mənaları vardı o sözlərin. İndikilər nə deyirlər, başa düşmürəm. İndikilər ancaq ritmdə olsun, nə istəyirsən danışqınlar. Günün tələbatı müəyyən şeylər var ki, ona uyğunlaşmağa çalışırlar, amma bu da gətirir həqiqətən mental dəyərləri də salır aşağı, gələcəkdə formalaşmaq istəyən cəmiyyətə də birbaşa mənfi təsir göstərir. Bilirsiniz, qızım, məsələn, nə yerdədir? İş yerdədir ki, bu hindidən, bu uşaqlarda, gənclərdə, bu Azərbaycan musiqisinə, yəni ki, bu həvəsi yaratmaq lazımdır. Niyə görə? Çünki biz millət olaraq bizim özümüzə, öz dilimiz olduğu kimi, öz ədəbiyyatımız, öz kinomuz, öz poeziyamız, öz musiqimiz də olmalıdır öyrənci. Bəli. Bu gələn nəsil olacaq uşaqları. Belə getsə əgər, onlar həm dili də unudacaqlar, həm də ki, musiqimizi unudacaqlar. Çünki daha çox qulaq asırlar, məsələn, xarici ritmlərdə Azərbaycanda güya ki, oxunan mahnılardır, Azərbaycan sözləri ilə xarici mahnılardır. Bunlar Azərbaycan musiqisinin, yəni ki, nə olduğunu bilmirlər və bilməyəndən sonra onlar onun qədrini necə biləcəklər. Bax, budur problem. Doğrudur. Eldar müəllim,
Musiqi yolunuzda ən böyük dönüş nöqtəsi nə olub, nə zaman olub? Bir keçmişə nəzər salsaq əgər. Dönüş deyəndə ki, dönüş olmayıb heç bir. Mən musiqiçilər neslində göz açmışam dünyaya. Mənim atam da musiqiçi. Yəni ki, gözümü açandan musiqi eşitmişəm, muğam eşitmişəm, xalq mahnıları eşitmişəm. Biraz ağlım kesəndən evimizə atamın yanı geyib gələn musiqiçilər görmüşəm. Yəni ki, onun dostları olublar, kimlər olub, necə insanlar olublar. Sonra biraz da artıq böyüyəndən sonra, yəni ki, dərk edəndən sonra bu şeyləri mən açıq bu adamların musiqiyə olan münasibətini görmüşəm. Mən bu adamların bir-biri ilə ünsiyyətini görmüşəm. Onların bir-birinə necə mehriban danışmaqları zadı. Bu günləri valla baxıram bu şeylərə bir növ həsrət çəkirəm ki, yəni ki, keçmişdə bu şeylər vardı, indi belə şeylər yoxdur. Məsələn, keçmişdə televiziyalar, radiolar əsasən nə edirdilər? Hamı gözləyirdi, bazar günü gündüz saat 2-nin muğamat konserti olacaqdı. Cəmaat gözləyirdi bunları. Özü də əvvəlcədən elan olunurdu ki, gələn həftə filan kəs olacaq, filan dəstgah olacaq, filan musiqilər orada səslənəcək. Yəni, Azərbaycanlılar muğamı sevirdilər, muğam musiqisini, ifaçıları gözləyirdilər ki, kim qaçan çıxacaq, belə bir şeylə. Bu gün mənfiyə getməsi nədən ibarətdir? Bu musiqilərə hindi qalmayıb. Tələbat yoxdur. Mən məsələn, hərdən belə baxıram, deyirəm, yaxşı, qabaq bir dənə Azərbaycan televiziyası vardı. Onun içində həm xəbərlər gedirdi, həm filmlər göstərdilər, həm tamaşalar göstərdilər, həm konsertlər verirdilər. Həm də ki, müxtəlif cürə, yəni ki, iqtisadi, nə idman, hər şey verilişlər gedirdi. İndi bu qədər kanallar var. Hamısı da bir-birinə bənzəyirlər. Hamı axtarır ki, bir şok olsun. Nə bilim, biri, məsələn, bir dənə şeyi deyən kimi, o burslar da başlayır ki, onu daha da istəyirlər ki, belə şişirsinlər. Sənət yox, qalma-qal var ortada. Görsə, gedir, tapır, məsələn, əgər biri vırıb, birini dövürsə, yumruq vırıbsa, gedirlər, tapırlar o boğmaqrəbəsini, onların tanış bilikini, başlayırlar şişirməyə bu məsələni. İndiki gənclər niyə baxıb ibrət götürsünlər? Bax, budur söhbət. Mən istəmirəm çox belə şikayətçi kimi danışım. Amma yəni ki, keçmişdə indi məsələn fərq çox böyükdür. Eldar müəllim, həmişə də olmasa adətən bildirmisiniz ki, sizin mahnılar icazəsiz oxunduğu məqamlar olub. Bəs bununla necə mübarizə aparmısınız? Müəllif hüquqları agentliyinə müraciət etmisinizmi? Eləmişəm vaxtı amma ki, açıq deyim, mən çox da şikayətçi deyirəm. Çünki uzun illərdir, məsələn, o bayatlar hamı oxuyur, dediklər. Bir dəfə, yəni ki, artıq 8 ildir oxunurdu mahnı, 8-9 ildir. Getdim Türkiyə səsən aksiyonla görüşdüyüm söhbət zaten. Bu mahnı hardan gəlib çatıb sənə sözlər yazmışdı zalim. O eləcə oxumuşdu onu. Danışdım, nə deyir? Dedim, baxı, bunu yesi mənəm. Əvvəl onun adına gedirdi, sonra Levent Yüksel öz adına, hamısı öz adlarını yazırdılar. Başqaları da hamısı öz adlarını yazırdılar. Yeri gəlmişkən Eldar müəllim, üzürlü sayın, elə ermənilər də bu mahnını oğurluyublar. Bu, ümumiyyətlə, bu barədə dəlil söz açacaq. Ermənilər oğurlayıb çalıblar, amma adını qoyublar Vastoçnaya musiqi, yəni şərq musiqisi. Oğramağa qorxublar, çünki açıq deyim ki, bu deməli birinci dəfə kompakt diskdə çıxdı bu mahnı İngiltərədə, orada yazılmışdı müzik Eldar Mansurov. Yəni İngiltərədəki müəllif hüquqları sahəsində çox deyərdim ki, belə güclü bir dövlətdir. Yəni ona görə çox girişə bilmədilər. Onu yazırdılar, yəni güya ermənilərin xalq mahnısı, güya ermənilərin, güya şərq musiqisi bu adına. Yəni mənim adımı çəkmədən müxtəlif tür adlar deyirdilər, çəkirdilər. Amma mənim digər mahnılarım, məsələn bu yaxınlarda baxdım, təxminən bir-iki ilin söhbətidir. Mənim gecələr keçir mahnım var, Aygün oxuyan. O vaxtı deməli, baxıram internetdə görürəm, 2 dənə erməni oxuyublar. Biri hərəsi ayrı-ayrı sözlərlə oxuyublar. Özdəki kim oxuyub, öz adını yazıb, musiqisi də onundur, sözləri də onundur. Bu birisi də oxuyub, bu da yazıb ki, musiqisi də sözləri də bunundur. Mən bunları YouTube-dan yığışdırdım, amma ki, bunların radiolarında qalıb, verirlər, edirlər. Hərdən baxıram, görürəm ki, sən biraz hayasız millətdilər, ona görə bunlarla
Beynəlxalq səviyyədə necə mübarizə aparmaq olar? Ermənilər də beynəlxalq səviyyədə mən inanmıram ki, nəsə eləyə bilir. Amma ki, hayasızdırlar da, yəni onlarla danışmaq mümkün olmayacaq bu barədə. Yəni onlar heç bir qanuna riayət edəmirlər. Bəlkə biz təbliğat hazır edirik. Beynəlxalq səviyyədə beynəlxalq deyərdim ki, o instansiya deyirlər də, o idarələrin üzvü olan, o idarələrə hörmət eləyən dövlətlərlə məsələn çəkişmək olar. Məsələn Yunanistanda, mən Yunanistanın özündə məsələn 15 ilə yaxın müharibə 15 ilə yaxın məhkəmə getdi. Yəni 11 ildir rəsmi, amma qeyri-rəsmi 15 il onlarla söhbət elədik. Çox uzatdılar. Amma axırda nə oldu? Yenə də yəni ki, mən utdum məhkəməni, yəni ki, məhkəmə mənim xeyrimə qərar çıxartdı. Sübut oldu ki, bu Eldar Esenamanın mahnısı, Eldar Mansurovun mahnısıdır. Biraz ora-bura əl gezdiriblər, dəyişiblər. Özü də nə yaxşı idi ki, özlərinin deyərdim ki, məhkəmələri idi. 15 il amma uzandı bu məhkəmə. Mahnı sizin olar, müəllif sizin olar. Xaricdə adətən uzanır. Bu şeylər təsəlli olunmur. Məsələn 15 ildə mən məsələn göndərdim onlara öz sənədlərimi, sübutlarımı hamısını. Yunanlar məsələn göndərirlər, onların özünün ekspertləri var. Onlar göndərirlər müxtəlif ölkələrə, məsələn Fransaya, İngiltərəyə, Amerikaya, nə bilim digər ölkələrə öz ekspertlərini göndərirlər ki, siz də deyin öz fikrinizi. Bu mahnı buradan götürülüb yoxsa yox. Hamısı bunlar edirlər, bunlara vaxt lazımdır. Tutağın 1 il, 2 il bura gedir bu. Sonra məsələn məhkəmə olur. Daha doğrusu onlarda belə deyil, bəlkə onlarda hazırlıq gedir. O tərəfə də, qarşı tərəfə də deyirlər, o da hazırlaşır, bu da hazırlaşır. Mən istəyərdim tez olsun, amma ki o uzadırdı hər dəfə 50 min yolla ki, nə təhər eləsin ki, yəni ki, bu işin altından çıxsın. Bəli. Belə şeylərdir, yəni ki, vaxt məsələsi onlarda bizdəki kimi deyil. Yəni buradan dedi, məsələn də məhkəmə utdun, sonra verirsə apellyasiya keçdi və gəlirsə ali məhkəməyə. Məndə bu ali məhkəmə 11 il çəkdi, ali məhkəməyə gəlib çıxanacaq. Çünki hər dəfə mən hər bir məhkəməni udurdum, apellyasiyanı udurdum, bu hər dəfə verirdi etirazını. Ermənilərin zaten xislətlərində var bu oğurluq, amma bununla mübarizə aparmaq üçün davamlı olmasın deyə sizcə təbliğat zəifdir ki, yəni bu mahnı bizim də hər kəs dünyada bilməlidir ki, Eldar Mansurovun bəstəsidir. Təbliğatın burada rolu varmı? Çox yaxşı bilirlər. Çox yaxşı bilirlər hamısı. Amma hayasızdırlar da, mən nə deyim, bunlar da başqa cür mümkün deyil. Bilən bilir onsuz ki, nədir. Özləri gəlsinlər, üzbəüz çıxan yoxdur axı. Onlar ancaq arxadan vururlar. Bəli. Ümumiyyətlə Eldar müəllim, Azərbaycan bəstəkarları və musiqiçiləri eyni zamanda öz əsərlərini beynəlxalq arenada qorumaq üçün nə etməlidirlər? Qorumaq üçün? Bəli. Ki, yəni bu kimi hallarla rastlaşmırsınız. Siz dediniz ki, 15 il, 20 il bir bəstənin mübarizəsi doğrudan da yəni aparılmasın. Müəllif ola həqiqətən də yorucu bir prosedur oldu. Əsas odur ki, qızım, bir sənətərdir. Axırı sonunda qalib gəldik, bax budur. Və necə ki, bu Qarabağ müharibəsi oldu, 30 ildir, onlar əllərində saxlamışdılar. Amma ki, hər cür yalanla, zatla deyirlər ki, olan torpaqdır, amma ki, həqiqət öz yerini tapdı, gəldi 30 ildən sonra elə sübut olundu bu şeylər, torpaqlar da geri gəldi. Bax, burada elənciydi, vaxt gələcək, hamısı olacaq. Məsələn, mən baxıram, bu dəfə göndərilmə bizim Müəllif Hüquqları Agentliyində, əqli mülkiyyətdə mən ekspertəm. Məsələn, baxıram, göstərilir, ermənilər də başına and içirlər, Arni Babacanyanın. Götürüblər Azərbaycan xalq musiqisini, məsələn də deyirlər ki, bunların tüpüyə. Cəmaət yazır ki, bu Üzeyir Bey'in deyil, Uzundərə xalq musiqisidir. Üzeyir Bey də istifadə edib bu musiqidən öz operettasında. Bunlar məsələn, ermənilər götürürlər, deyirlər ki, bunlarındır. Adını da dəyişiblər, Vəfa Qarşapad. Necə ki, bütün Azərbaycan torpaqlarını harada ki, zəbt eləmişlər, öz adlarını qoyurdular. Amma sonradan yenə tarix qeytər öz adlarımızı. Tarix reallığı. Bax, bu da hər şeyin vaxtı var mənə gəlib. Bunlarla biraz çətindir nə barədə. Bunlar üstünətərdir. Bunlar nəsildən nəslə ötürürlər öz yalanlarını.
öz oğurluqlarını, bunlarla biraz hövsələli olmalısan tam qələbə çalmaq üçün. Amma o da olacaq. İnşallah. Eldar müəllim, ümumiyyətlə hansı əsərlərinizin daha çox tanınmasını istəyərdiniz? Yəni daha çox yadda qalmasını istəyərdiniz? Amma biraz elə bil ki, Bayatı və digər əsərlərinizdən kölgədə qoyub o qədər də, yəni ürəyiniz istədiyiniz nəticəni almamısınız. Yox, birisi mən bir dənə şey deyim sizə. Mən cəmaət, məsələn, xalq, cəmaət, insanlar, məsələn, adam var, televizor qulaq asır, yadında qalır, radio qulaq asır, yadında qalır və yaxud maqdafonuna yazdırdılar qabağa. İndi internet var, internetdə YouTube var, mən nə bilim, cürbəcür şeylər var. Radiolar zətdə cəmaət hansı musiqini sevir? Mən normal cəmaətdən danışıram, zövqü olan insanlardan. Yəni, tappa durub da... Zövqü varmı indiki cəmaatın sizcə? Niyə yoxdur? Sənin zövqün yoxdur. Mən baxıram sən, bu söhbətlər edirsənsə, deməli, zövqlü insansan bu söhbətlər edirsən. Yəni, bunları sən sualları yazıb versəydilər, kağızda oxusaydım, o saat oxuyacaqdım ki, sən başqa aləmdə adamısan. Amma görürəm ki, məsələn, bu şeylər ürəyin yanır. Bu zövq məsələsidir. O da hardan gəlir? Evdən gəlir, ev tərbiyəsindən gəlir. Yəni evdəkilər qulaq asırlar yaxşıya. İstər-istəməz sən diqqətlə qulaq asmasan da, amma eşidirsən o şey, yadında qalır. Sən bunlar məsələn, o neçə dəfə eşidəndə o şey, o musiqini görürsən ki, artıq həkk olur sənin beynində, o yaddaşında. Bəli. Bax, belə bir olma. Ona gedirəm ki, insanlar bu musiqilərə qulaq asırlar, yəni ki, onlar seçirlər nə yaxşıdır, nə pisdir. Mən ömrümdə fikirləşməzdim ki, mənim bayatlar mahnım, məsələn, bələdçi populyar olacaq. Mən onu adi, digər mahnılarım kimi yazmışam. Mən heç fərq mənim üçün yoxdur, o idi, nə bilim, başqa bir mahnılardır. Nə bilim, ağlama da gəlməzdi. Amma cəmaət seçdi bu mahnını. Yəni ki, xalqın xoşlu gəldi bununla. İndi orada da çox amillər vardı. Həm musiqidir, həm aranjmandır, həm sözlərdir, həm ifa-idi, brilliant oxudu, Natiq Nuriyev çaldı. Yəni ki, müxtəlif versiyaları vardı bunun. Yəni ki, bunlar hamısı elə bir ki, toplandı bir yerə, bir cumruğa və cəmaatın xoşlu gəldi. Nəticədə mükəmməl oldu. Elə ifadan söz düşmüşkən, Eldar müəllim, elə olubmu ki, sizə yüksək bir hər hansısa bir qonorar təklif eləyiblər ki, hər hansısa bir bəstənizi ifaçılardan biri, məsələn, yeni gənc ifaçılardan biri ifa etmək istəyir və çox istəyir. Amma siz istəməmisiniz, o ifaçının sırf özünə görə ki, mahnınız, bəstəniz istəməmisiniz ki, bayağı bir insan tərəfindən ifa edilsin. Yəni, bəstədən qorxmuşsunuz ki, yəni... Başa düşdüm. Bizdə belədir, yəni ki, kimsə, nə bilim, bizdə qonorar söhbəti, ifaçılarımız əvvəla verən əli yoxdur bunların. Bunların pul verib, məsələn, almaq mahnınızadır, yoxdur. Məsələn, mənim başıma bir-iki dəfə gəlib o şey, məsələn, mahnını vermişəm ki, məsələn, görür ki, yazıb lentə, heç oxumur eləmir. Deyirəm ki, bunu şey eləmişsən, yox, oxuyacaq, lentə yazdırmışam, deyirəm, bu əsərdir. Sən əgər hiss edirsən, səndə alınmır, mən bunu başqalarına verəcəyəm. Amma mən səndən almışam, paltar da öyle vermişəm sənə giyəsəyini və cırıb tullayasan. Bu musiqidir, əsərdir. Bunu sən, yəni ki, birinci vermişəm, sən oxuyursan. Oxuyacaqsansə, sən bunu çıxardacaqsansə, verəm bunu sənə. Əgər oxuyub çıxartmayacaqsansə, mən verib bunu elə adama ki, o adam oxusun, tanıtırsın. Olub da elənçi. Bir adama vermişəm, mahnı görürüm ki, oxumur. Yazıb qoyub başının altına və yaxud da disk bıraxırdı o vaxt, kaset bıraxırdılar, disk bıraxırdılar. Buna lazımdır, mənim mahnım yox, buna lazımdır, yəni kasetdə Eldar Mansurovun da adı olsun, yəni onun da mahnısını oxumuşam. Və belə bir şey, mənə lazım deyir o. Bax, görürəm, elələr elənçi edirlər, götürürəm, verir başqa müğənniyə, götürür başqa müğənni, ifa edir, mahnı da tanınır, görürsən ki, onu da görürsən, xeyir verir bu mahnıya, belə bir şeylərdir. Amma bu başladı ki, bizim ifaçıların 99,9% bunların verən əli yoxdur. Bunlar mahnını kimsə almağın özlərində bir ayıb sayırlar. Bu bir. İkincisi də mənim ətrafımda olan müğənnilərin əksəriyyəti 99 gəldir, 99,9% mən havayı vermişəm, musiqilərimi paylamışam. Yəni, mən onu ilə, deyəndə ki, neçədir mahnı, mən deyəm ki, mahnının qiyməti yoxdur. Qiymət ancaq ona verilir ki, ona sərf elədiyin vaxtın qiyməti var.
gedirsən maşınla ora, gəlirsən bura, studiyaya girirsən. Çünki onlar hamısı yerdə qalan şeylər pullandır. Bəs sənətdən Amma əsər yazılanda ona qiymət qoyulmur. Qiymət qoyulmur. Bəs Eldar müəllim, elə bax sənətdən qazancınız nə oldu onda? Mən yenə dediniz, az öncəki deməyim bu sözü, amma mənim yəni həqiqətən fikrim budur ki, dahi bəstəkar olmağa mı qazandınız bir insan kimi, yoxsa yəni deyirsiniz ki, həqiqətən əldə eləmirsiniz heç nə. Amma sənətdən qazanc nə olur onda? Sənətdə qazancım olur ki, mən deyərdim ki, bu sənət, yəni ki, mən bu sənətə özümü həsr elədim. Bəli. Yəni ki, mən çox şeylərdən atqaz elədim, yəni ki, işdən, zaddan. Amma bu sənətə özümü həsr elədim, bu sənət məni qaldırdı. Sənətin sənətkarı. Yəni ki, həyatımda elə bir an olub ki, mən televiziyalar üzümə bağlanıb eləyib. Amma mən canlı konsertlər başladım verməyə. Və canlı konsertlərə cəmaət gördüm, baxışdı. Zallar dolu idi. Yəni ki, konsert zalı, Rus dram teatrında verdim konsert. Sonra opera teatrında, dəfələrlə Heydər Əliyev sarayında 10-a yaxın konsert vermişəm orada. Həmişə də adam dolu idi o konsertlərdə. Cəmaət gəldi, bu cürəylə. Bax, yazırdım da, gəldi. Bax, bu yazdıqlarım, bunların mənəvi hüquqlarıdır. Bax, belə dolandırırdılar məni. Yəni, sən heç və başdan yuxarı hoppanmamışam. Atam bir də mənə dedi ki, mən gəldim atama dedim ki, mənə filan yerdə yaxşı vəzifə təklif ediblər. Dedi, sal başı aşağı, ged musiqi yaz girən deyir. Mən açığı, atam rəhmətə gedəndən sonra başladım, neçə dəfə fikirləşdim ki, məsləhət verənim yoxdur, mən gedim vəzifəyə. Getdim vəzifəyə, çay işləmədim, yola saldılar məni. Bəstəkarlar İttifaqında katib kimi də çalışmışsınız. Yəni ki, bilirsən nətərdir, baxdım, sonra dəfələr gördüm ki, həqiqətən hər adam öz işi ilə məşğul olmalıdır. Mənim işim, mənim amalım musiqi yazmaqdır. Mən də musiqini yazıram. Mənim yazdığım musiqi həm qaldırır, həm də ki, özü mənim çörək pulumu da verir. Belə. Eldar müəllim, Bəstəkarlar İttifaqında katib kimi çalışanda, orada hər hansısa bir dəyişikliklər etmək istədiniz, edə bilmədinizmi, yoxsa nə baş verdi orada, necə getdi o proseslər? Gəlin Bəstəkarlar İttifaqı söhbətin kitabını bağlayaq. Mən o ittifaq haqqında, bugünkü ittifaq danışmaq istəmirəm. Aydındır. Bəs Eldar müəllim, ümumi bugünkü müasir Azərbaycan musiqisini necə qiymətləndirirsiniz? Azərbaycanda çox yaxşı musiqilər olub, var. Amma gələcəkdə mən o səviyyədə olacaq, yoxsa deyək ki, olmalıdır. Çünki bilirsən, hər şey irəli gedir. Məsələn, Azərbaycan klassik musiqisi deyər, Üzeyir bəydən başlamış, Qara Qarayev, Fikrət Əmirovu, Cahangir Cahangirovu, Arif Məlikovu, Xəyyəm Mirzadə, Akşin Əlizadə adları deməklə qutarmır. Müxtəlif janrlarda, yəni ki, Azərbaycan bəstəkarlarının əsərləri müxtəlif ölkələrdə, müxtəlif yerdə səslənirsə, Fikrət Əmirovun musiqiləri səslənirdi Boston Simfonik Orkestrinin məsələn ifasında, Qara Qarayevin Amerikada da, Avropada da səslənirdi. Bax, belə bəstəkarların əsərləri yaşayır. Yəni ki, onlardan sonraki nəsildə yaşayır. Yəni ki, belə baxanda, mən heç də SSR miqyasını azaltmıram, nəinki Avropa səviyyəsində. Çünki Avropa özünün sahəsinə görə SSR-dən, yəni ki, böyük SSR dövləti vardı o vaxtı, Sovetlər dövləti, ondan dəfələrdən kiçik idi. Amma SSR-də, məsələn, müxtəlif şəhərlər vardı. Bu şəhərlərə gedirdilər konsertlərə bizim bəstəkarlar. Mütləq də orada, məsələn, həm Qara Qarayev, həm Fikrət Əmirov, Musa Mirzəyev, nə bilim, Ramiz Mustafayev, belə bəstəkarların əsərləri bütün hamıya tanış idi. Sonraki bizim müstəqillik dövrümüz gəlib çatdı. Bizim müstəqillik dövründə Mehriban xanımın çox böyük əməyi oldu bu işdə. Mehriban xanım, hamımız bilir ki, UNESCO, Xoşməramlı səfiri, bəli. Bəli. Yəni, o hara gedirdi, haradan da keçirilirdi Azərbaycan, məsələn, nə tədbirləri, məsələn, dekada keçirilirdi, 10 günlük, məsələn, Azərbaycan günləri, mütləq buradan yığırdı, apardı Azərbaycanın ən yaxşılarını, həm musiqisini, həm musiqiçilərini, həm deyərdim ki, rəqs ansamblını aparırdı. Yəni, onun
orada Azərbaycanı necə təqdim etmək üçün, Azərbaycan nə ki yaxşı şeylər var, yəni ki bu sahədə, musiqidə, hər şeydə onların hamısını böyük qürurla apardı, göstərdi və orada da qəbul edirdilər. Maşallah deyərdim, bu şeylərin hamısının videoları var. Yəni ki internetdə var bu şeylər. Yəni bax belə bir şeylər deyildi. Son vaxtlarda məsələn mənim keçən illəri Macaristanda yaradıcılıq gecəm keçirildi. Orada bizim səfirlik kömək elədi, bəzi yoldaşlar kömək elədilər. Yəni ki, o konserti Macaristan, yəni təkcə Macaristan yox, Avropanın, Mərkəzi Avropanın 2 dənə möhtəşəm zalından birində keçirildi. Ferenc Liszt adında konsert zalında. Qədimi 1875-ci ilin zalı idi o. Və o zala girəndə onun qədimliyindən, gözəlliyindən adam valeh olurdu. Və orada günahdır ki, biraz mesela o zal səviyyəsindən aşağıda bir konsert verəsə. Ona görə baxdım, çox uğurla keçdi o konsert orada. Bax, bu cür elə, yəni ki, mən öz tərəfimdən mən edirəm bu işləri. Digər bəstəkarlar üçün gərək yol açılsın, digər bəstəkarlar da məsələn... Gənc bəstəkarlardan Eldar müəllim, elə mütəmadi olaraq izlədiyiniz, bəyəndiyiniz kimsə varmı? Dəstəxəttini bəyənirsiniz? Öz ətrafımda, yəni öz yaşıdlarımdır daha çox onlardan, məsələn, onları dinləyirəm. Məsələn, Vaqif Gərayzadədir, Faiq Şücətdinovdur, deyərdim, Cavan Şirkuliyevdir. Bu bəstəkarlar, bunlar təsir almış, mükəmməl bəstəkarlardılar. Yazdıqları da yaxşıdır bunların. Yəni ki, onların da əsərləri müxtəlif yerlərdə səslənib eləyib. Amma gənclərdən mən görmürəm kimlərsə. Hərdən deyirlər ki, məsələn, filan kəslərin Almaniyada konserti keçdi. Öbürsü mənə baxıram, bu boyda bir otaqdır. 8-10 adam oturub deyirlər konsert keçdi, qastrol verdi. Elə deyil axı. Yəni ki, mən konserti təsəvvürümə götürəm, böyük bir arena olsun, böyük bir zal olsun. Konsertin konsert anlamı var, bəli. Cəmaat otursun, baxsın. Niyə görə Azərbaycan musiqisi məsələn, Ərənçi konsertlərə həsrət çəkməlidir, olmamalıdır bir şey. Necə ki, məsələn, burada hər hansı böyük bir bəstəkarımızın yubileyi və yaxud nəsə bir böyük, ona həsr olmuş böyük bir konsert keçiriləndə bizdə Heydər Əliyev mərkəzi, Heydər Əliyev sarayı, deyərdim, opera teatrı, yəni ağzınacan dolu olur bu salonlar. Bəli. Mənə gəlir ki, buna çalışmaq lazımdır. Gənclərə də baxmaq lazımdır, seçmək lazımdır içindən. Hər yazanı, hər yazan oxuyandan molla pənah olmaz. Və hər yazanı da bizə seçmək lazımdır bunların içindən. Yalandan tərifləmək yox, bu, nə bilim, baxın, Amerika deyib qutarıb, nə olar gedib qutarıb? Neyini Azərbaycan musiqisində, Azərbaycanda bunu tanımırlar. Bəli. Eldar müəllim, yazan demişkən, Yazıçılar İttifaqına münasibətiniz necədir hazırda? Yəni, ora gələn yazan... Mən ittifaqlardan istəmirəm, mən danışım. Hansısa bir səbəbi varmı, özəl deyilsə, gəl bizim tamaşaçılar da bilərdi. Yox, o ayrı şeydir. Mən ittifaqlardan... Ümumiyyətlə danışmaq istəmirsiniz. Ümumiyyətlə danışmaq istəmirəm. Eldar müəllim, onda sizə sonda belə bir sual vermək istəyirəm ki, hansı, yəni xoş notlarla verilişimizi istəyərdim yekunlaşdıraq, hansı yeni mahnılar, musiqilər üzərində işləyirsiniz? Ümumiyyətlə, varmı yeni mahnılar? Mən son illərdə, son deyərdim 10 ildir, mahnını azaltmışam, çox azaltmışam özü də, ancaq dostlarım üçün yazıram mahnı. Yəni, Mübariz Tağıyevdir, yəni, bu cürə dostlarım üçün. Bir də ki, baxıram, çox istedadlı olan gənclər üçün yazıram. Ya yazıram, ya da görsən, məsələn, köhnə mahnılarımı onları təqdim edirəm ki, yeni aranjman edib oxusunlar. Yəni, mahnının qol qanadını sındırmamaq şərti ilə. Amma öz yaradıcılığımda deyərdim ki, mən əsasən simfonik musiqi ilə məşğulam, simfonik kamera musiqisi ilə. İndi gəldirəm, burada mənim deməli, həm Heydər Əliyev sarayında konsertim oldu, yubiley konsertim, orada simfonik musiqimi göstərdim, rəqs musiqisini göstərdim. Yəni ki, keçən il İniş Filarmoniyada oldu, keçən Macaristanda oldu. Bu il də yeni konsertlər gözlənilir, hələ bilmirəm nə vaxtı, hansı ölkə, hələ götür qoy eləyirik. Yəni, mənim əsas yaradıcılığım son illərdə simfonik musiqidir. Mən həmişə məşğul olmuşam simfonik musiqi ilə. İntihası müəyyən səbəblərdən mən bu musiqini, yəni ki, mahnılar, yəni ki, belə baxanda parıldayan zamanı
bu musiqiləri çıxarda bilməmişəm. Amma lentə yazdırmışam, radionun fondunda var, onlar, belə əsərlər var. Yəni əsasən bu simfonik janrda istəyirəm, yəni ki, daha çox əsərlərim olsun və mənim opera, balet janrında da əsərlərim var. İmkan olsa, yəni ki, onları da istəyirəm çıxardım yavaş-yavaş üzə. Yəni təkcə simfonik konsertlər yox, həm də səhnə əsərləri, yəni opera və baletlərini göstərim. İnşallah. Eldar müəllim, buradan sonda tamaşaçılarımıza nə deyə bilərsiniz? Necə musiqi dinləsinlər, zövqlü musiqi dinləmək üçün nə etsinlər? İlk növbədə mən radio, televiziya işçilərinə müraciət edirəm ki, çalışın qəşəng musiqilər verəsiniz efirlərə. Bəli. Və niyə görə? Çünki bu sizin efirinizə həm qulaq asan, həm də baxan xalqdır, Azərbaycan xalqıdır. Xalqı incitməyin, xalqa yaxşı musiqiləri verin. Hərdən məsələn deyirlər ki, sən keçmişdə Hacı Baba Hüseynovdur, Məlik Sadıqov, Yavər Kələndər. Bunlar efirlərdən Rubaba, Muradova sarıblar, itiblər efirlərdən, yoxdular. Bir dənə mədəniyyət kanalıdır, hərdən bir onlar göstərir, onları bu cür ilə. O da təkdə deyirlər ki, bunların lentləri o qədər keyfiyyətli deyil. Restavrasiya deyirlər də, elində. Yəni, bunlar da bizim əsas, deyərdim ki, xalqımızın gələcək üçün qalan o qızıl fondu. İndiki ifaçılar deyil, gedirlər, yazdırırlar, aparat düzəldirlər sesini, başqa şeylərdir. Cəmaatımıza onu mən arzu edirəm ki, yaxşı musiqiyə qulaq asınlar. Bunlar da yaxşı musiqi qulaq asmaq üçün gəldən radiolarda, televiziyalarda onlar versinlər, yaxşı musiqini dinləsinlər. Hər adam internetə baxmır, düzdür, bu saat telefonlar moda düşüb, planşet telefonlar, hamı ona baxır. Hətta orada da, məsələn də edilmək lazım ki, daha çox yaxşı musiqilərə baxılsın. Və belə. Çox sağ olun Eldar müəllim, təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiyiniz üçün xoş oldu sizinlə söhbət. Bizə ayrılan vaxt, dəyərli izləyicilər, burada da yekunlaşdı. Bizim müsahibi izləyirdiniz. Qonağımız isə dahi bəstəkar xalq artisti Eldar Mansurov idi. Salamat qalın.